Dediklərinə görə hamamda, çiməndə baxıblar ki, dəm qazını aparıb belə. Neçə uşağı var idi? 4 4 uşağı var idi. Kim aşkar elədi onu hamamda? həyat yoldaş. Həyat yoldaşı aşkar eləyib ki, dəm qazından boğulub. Bəli, bəli. Orada dünyasını dəyişib, yoxsa xəstəxanaya Yox, gətirəndə? yox, elə orada dəyişibmiş, gətirdi da keçiribmiş elə orada. Xəstəxanaya gətirəndə, yəni artıq ölü vəziyyətdədir də belə. Hə, elə dedilər. Mən də çatmamışam, elə dedilər. Sumqayıtda 68 yaşlı kişi dəm qazından boğularaq həyatını itirib. Hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Abbasəli Bağırov hamam otağında olarkən dəm qazından boğulub. O, Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.